Her vaxt xeyir olsun. Əlaqə sistem mövzusu, yeni sual, 93-cü sual. A4, 5, 10, 5, S11, 10 vur, S7 olarsa 6 ne olar? Birinci buradan başlayaq. Bu S11'i bir parçalayaq. S11 nə deməkdir? Hətta birbaşa yazsam. S11 nə deməkdir? A1 üstə gələk, bundaşı üstədə əslində. 10D, 2A1 üstə gəl 10D. Böl 2 vurulsun 11. Bərabərdə 10 vurulsun, S7 nə deməkdir? 2A1 üstə gələk 6D. Böl 2 vurulsun 7. İndi biz bunları bölsək, 2A1'i 2'ye böləndə, yəni ixtisar yaparsaq, A1 olan, onu 2'ye böləndə 5 də qalır. Vurulsun 11, bərabərdir, 7'ni 10'a vuranda 70 vurulsun. 2A1'i 2'ye bölsəm, A1 plus 6D'ni 2'ye bölsəm, 3D. Şimdi A1 üstəcələ 3D, A4 deməkdir, o da 5 oldu 5'dir. 5 oldu 5'i 70'e vursam, ne iner? 385 edir. Bu bərabərdir. 11'i neçəyə vuranda 385 edir? Səhvlərlərimizə 35. Yaxşı, onda burada bir 35 yazaq. Fikir etsəm, A1 üstəcək 5'də bir 35 olur. A1 üstəcək 5'də ilə A6 deməkdir. Cavabımız 35 olur. O qədər.